Dəyərli izləyicilər, bu videomuzda düzbucaqlı koordinat sistemində simmetriya mövzusuna aid çalışmaların izahına baxacağıq. Səhifə 114. Deməli, çalışmaların izahına baxmazdan əvvəl biz bilirik ki, koordinat sistemi dedikdə, düzbucaqlı koordinat sistemi dedikdə absis və ordinat oxları nəzərdə tutulur. Absis oxu x, ordinat oxu isə y-dir. Həmin bu oxlara nəzərən biz simmetriyaya baxacağıq. İlk çalışmamızın izahına baxaq. Suallara cavab verin və uyğun nöqtələrin koordinatlarını yazın. İlk öncə bizdən istənilən A-ya baxırıq ki, nədir? A nöqtəsinə absis oxuna nəzərən simmetrik nöqtə hansıdır? Absis oxu hansının oxu idi? X oxu idi. Yadımızda saxlayırıq. Hansı oxa nəzərən simmetriklik, yəni simmetrik nöqtə istənilirsə, bizə məlum olan nöqtədə, məsələn, absis oxu deyirsə, x-imiz, absis oxudansa x oxu. X-imiz sabit qalır. Y əksinə işarəsi dəyişir. Ordinat oxuna nəzərən simmetriya dedikdə isə y koordinatı dəyişir. Yəni, məsələn, A nöqtəsi verilib bizə, x, y. Absisə nəzərən simmetriya deyirsə, x sabit qalır. A1 nöqtəsində, yəni ona A-ya simmetrik olan nöqtədə. Ordinata nəzərən dedikdə isə y sabit qalır, x işarəsini dəyişir. Bir də var, indi növbəti mövzu dərslərimizdə keçəcəyik. Deməli, 0 başlanğıc nöqtəyə nəzərən simmetriya, o zaman x-də, y-də əks işarəsi, yəni işarəsi əks olur, dəyişir. Əvvəlcə biz absisə və ordinata görə deməli simmetriyaya baxacağıq. İndi baxırıq, bizdən istənilən nədir? A nöqtəsinə absis oxuna nəzərən simmetrik nöqtə hansıdır? A nöqtəsinə baxırıq, koordinatları nədir? Baxın, əvvəlcə x-i biz bilirik ki, məlumdur ki, bilməliyik. -4, y isə 3-dür. Yəni, A-nın koordinatları -4, 3-dür. Deməli, bu nöqtənin absis oxuna nəzərən simmetrik nöqtəsi dedik. Nə dedik? Absis oxuna nəzərən deyirsə, yəni A' deyək, məsələn, -4 olduğu kimi qalacaq, 3 əksinə dəyişəcək, -3 olacaq. -4, -3, baxaq görək, hara düşüb? -4, -3, aha, bax, tapdıq ki, P. Deməli, bizim A' kimi qoyduğumuz nöqtə P nöqtəsi imiş. Deməli, A nöqtəsinin absis oxuna nəzərən simmetrik nöqtəsi hansı nöqtədir? P nöqtəsidir. -4, -3 koordinatına malikdir. Daha sonra keçirik B-yə. Y nöqtəsinin ordinat, bunu silədə bilərəm. Y nöqtəsinə ordinat oxuna nəzərən simmetrik nöqtə hansıdır? Baxırıq, Y nöqtəsi hardadır? Y nöqtəsi buradadır. X-imiz neçədir? 4. Y-imiz neçədir? 3. Yaza bilərik buradan. Y nöqtəsi 4, 3 koordinatı bu şəkildədir. Ordinata nəzərən simmetriya deyirsə, y-im sabit qalır, x-im, y' yazım, amma sonra tapacam da, əslində y' deyil. Deməli, x-im dəyişir. X-in 4 idisə olur -4. Ordinat olduğu kimi, yəni y qaldı. -4, 3 nöqtəsinə uyğun baxaq görək. -4, 3 A nöqtəsi. Deməli, Y nöqtəsinin ordinat oxuna nəzərən simmetrik nöqtəsi A nöqtəsidir. Bu da olacaq A nöqtəsi. Demək ki, Y nöqtəsi ordinat oxuna nəzərən A nöqtəsinə simmetrik nöqtədir. Keçək C variantına. Hansı nöqtələr absis oxuna nəzərən simmetrikdir? Absis oxu dedikdə biz hansı oxu başa düşürük? Yəni x oxunu. X oxuna nəzərən simmetrik nöqtələri tapmaq üçün, deməli, x-ləri eyni olmalıdır, y-ləri isə yalnız işarə ilə dəyişməlidir. İlk öncə bu hissədən baxaraq tapa bilərik. A, B və P nöqtələrini. Bunu əvvəlcədən biz tapdıq ki, A ilə P absis oxuna nəzərən simmetrik idi. Yəni, x-ləri eynidir, y-ləri isə yalnız işarəsi ilə fərqlənirdi. Burada koordinatlarını da yaza bilərik. Deməli, A-nın koordinatları -4, 3, P-nin koordinatları -4, -3. Görürük ki, həqiqətən absisləri eynidir. Deməli, bir A və P nöqtəsi. Daha sonra burada yoxdur. Baxırıq D, C, x-ləri eynidir, amma baxın, C-nin y-i 1-dir. D-nin 3, R-in isə -3-dür. Hansı nöqtələr olacaq? Əlbəttə ki, D ilə R olacaq. C onlarla ola bilməz simmetrik. Çünki yalnız işarəsi ilə dəyişməlidir. Yəni, həmin bu absis oxunun məsafələri eyni olmalıdır. D ilə R
deməli, apsis oxuna nəzərən simmetrikdir. Koordinatlarını da təyin edək. 3, 3, 3, -3. D, 3, 3, R, 3, -3. Daha sonra hansı nöqtədir? Bir də Y ilə J nöqtəsi. F görürük ki, yenə x-lər eyni olsa da y-ləri fərqlidir. Yəni necə deyim, qiymət fərqli olur. Məsafə, apsis oxuna qədər məsafə eyni deyil. Baxın, buradan bura qədər 3-dürsə, buradan aşağıda J-də 3-dür. Y və J də apsis oxuna nəzərən deməli, simmetrikdir. Y-nin koordinatı 4, 3. J-ninki isə 4, -3 olmuşdur. Deməli, A və P, D və R, Y və C nöqtələri apsis oxuna nəzərən simmetrikdir. Bu oldu C variantı. Keçirik. Deməli, D variantına. D variantında da hansı nöqtələr ordinat oxuna nəzərən simmetrikdir? Ordinat oxu da biz bilirik Y oxudur. Yəni, Y-lər koordinat verildikdə, verilmiş nöqtənin koordinatında Y hissəsi sabit qalır, X isə yalnız işarə ilə fərqlənməlidir. Baxırıq A və baxırıq hansı D yoxsa Y? Təbii ki, Y. Əvvəldən də tapmışdıq. A və Y nöqtələri. A-nın koordinatı nə idi? -4, 3. Y-ninki isə 4, 3. Daha sonra M və C. Baxın, X-ləri -3, 3. Y-ləri isə sabit olaraq 1-dir. M-in deməli koordinatı -3, 1. C-ninki isə 3, 1-dir. Deməli, M və C də ordinat oxuna nəzərən simmetrikdir. Daha sonra B və F. B-nin deməli və F-in Y-ləri eynidir. B-nin deməli və F-in X -4, -1, F-də isə 4, -1-dir. B ilə F-də ordinat oxuna nəzərən simmetrikdir və baxırıq PRJ-də də Y-lər eynidir, amma R-in deməli X-i 3-dür, J-ninki 4-dür, P-ninki -4. Hansı olacaq? Təbii ki, P ilə J olacaq. Çünki yalnız işarə ilə fərqlənməlidir. P-ninki -4, -3. J-ninki isə 4, -3. Bu qədər. Deməli, B və F, A və Y, M və C, P və C nöqtələri ordinat oxuna nəzərən simmetrik nöqtələrdir. Keçirik ikinci çalışmaya. İkinci çalışmada da deməli, verilən nöqtələrə apsis oxuna və ordinat oxuna nəzərən simmetrik nöqtələri qurun. Burada bir nümunə də veriblər. Deməli, hər bir nöqtənin həm apsis oxuna, həm də ordinat oxuna nəzərən simmetrik nöqtəsini qururuq. Necə qururuq? Baxın. B nöqtəsində də koordinatı 1, 5. Bu cədvəl şəklində, cədvəlin üzərində sonda quraraq koordinatlarını əvvəlcə tapaq. Deməli, B-nin koordinatı nədir? 1, 5. Əvvəlcə apsisə görə tapaq. B' qoyaq. Ya B1 qoyaq. B1. Deməli, apsisə görə tapırıqsa, X-i sabit qalmalıdır. X isə yalnız işarəsindən dəyişir. Bu şəkildə. Daha sonra ordinata görə tapanda necə edirik? X-i dəyişir işarəsini, Y isə sabit qalır. 1, -5, -1, 5. Koordinat oxunda deməli, burada nümunə olaraq A-nı yazıblar. Biz özümüz bir koordinat oxu çəkib nöqtəni qura bilərik. Əyri oldu, təzədən çək. Deməli, B-nin özü nə idi? 1, 5. 1, X-i 1, Y-i 5. Baxın, bu B buradadır. B nöqtəsi. X oxuna nəzərən simmetriyası nə tapdıq? 1, -5. Baxırıq, 1, -5 burada işarələri yazmağı unutmuşum. -3, -4, -5. 1, -5. Gəlir, düşür hara? Baxın, bura. Bu B buradır. B1 buradır. Simmetriyası. Daha sonra B2-ni tapırıq. -1, 5. -1, 5. Bu da B2. Həqiqətən görürsünüzmü?
Bax, B ilə B2 ordinat oxuna nəzərən simmetrikdir. B ilə B1 isə apsis oxuna nəzərən simmetrikdir. Daha sonra C nöqtəsi C2 -2 apsis oxuna nəzərən C1 2 2 olacaq. Ordinat oxuna nəzərən 2 daha doğrusu ordinat oxuna bəli -2 -2 olacaqdır. Yəni o y sabit qalacaq. Koordinatları C-nin özünün koordinatı nədir? 2 -2 2 -2 C oldu bura. C1 yəni o apsis oxuna nəzərən simmetriya 2 2 gəlir düşür bura. Ordinat oxuna nəzərən simmetriya -2 -2 gəlir düşür bura. İndi göz gəzdirsəz görərsiniz ki, x və y oxuna həqiqətən də nəzərən simmetrik nöqtələrdir. Keçək sonra D nöqtəsini təyin edək. D nöqtəsi -3 4-dür. Apsis oxuna nəzərən D1 nə olacaq? -3 -4. Ordinat oxuna nəzərən nə olacaq? 3 4. İndi tapırıq D-nin özü. D-nin özü -3 4 -3 4. Bura oldu D nöqtəsi. D1 -3 -4. Bura oldu D1 nöqtəsi. D2 3 4. Çaşdım. 3 4. Burada oldu D2 nöqtəsi. Bu da D nöqtəsinin simmetrik olan nöqtələri. Keçək sonra hansı nöqtədir? Y nöqtəsinə 5 -2. Y nöqtəsi yenə apsis oxuna nəzərən simmetriya nə olacaq? Apsisi sabit, ordinat y dəyişəcək. Ordinat oxuna nəzərən simmetriya apsisi dəyişir, yəni daha doğrusu x-i dəyişir, y sabit qalır. Y nöqtəsinin özünü təyin etsək 5 -2. Bura oldu Y nöqtəsi. Sonra Y1 nöqtəsi 5 2. Bura olacaq Y1 -5 -2 isə burada olacaq Y2 nöqtəsi. Daha sonra keçək növbəti F nöqtəsinə -4 -. Apsis oxuna nəzərən simmetriya olacaq -4 1. Ordinat oxuna nəzərən simmetriya 4 -1. F-in özü -4 -1. Deməli F oldu burada. Daha sonra F1 -4 1. Bu da oldu F1. F2 4 -1. 4 -1. Bu da oldu F2 nöqtəsinin deməli koordinatları, təyinatı. Bunları da qurduq. Sonra keçək J3 3. Apsis oxuna nəzərən deməli simmetriya 3 -3. Ordinat oxuna nəzərən simmetriya -3 3 olacaqdır. J-nin özünü tapırıq. 3 3 gəlir bura düşür. J1-i 3 -3 3 -3. Bura olacaq apsisə nəzərən simmetriya, bir də -3 3. Bu da ordinat oxuna nəzərən simmetriya. J2. Daha sonra keçirik H -4 -5 nöqtə. Apsis oxuna nəzərən simmetriya -4 5. Ordinat oxuna nəzərən simmetriya 4 -5 olacaqdır. H-ın özü -4 -5 gəlir bura düşür. Sonra H1 -4 5 qalxır bura qədər. Bu da oldu H1. H2 isə 4 -5. 4 -5. Bu da ordinat oxuna nəzərən simmetriya. Burada olacaq H2. Bu qədər.
Keçək növbəti m mənfi 1, 1-ə. Deməli, m mənfi 1, 1. Apsiz oxuna nəzərən deməli simmetriya mənfi 1, mənfi 1. Doğrudan oxuna nəzərən simmetriya 1, 1. M-in özü mənfi 1, 1. Gəlir düşür bura. Sonra M1 mənfi 1, mənfi 1. Gəlir düşür bura. M2 mənfi 1, 1. Mənfi 1 deyən 1, 1. Daha doğrusu müsbət 1. Müsbətdir, sadəcə mənfi kimi görmüşdüm. 1, 1. 1, 1 də gəlir düşür düz bura. Budurdu M2 nöqtəsi. Bu çalışmadan da bu qədər. Keçək 3-cü çalışmaya. Qeyd edilmiş koordinat oxuna nəzərən verilən fiqura simmetrik fiqur çəkin. Bunu çəkmək üçün əvvəlcə nöqtələri, məsələn, A və B-nin apsiz oxu dediyinə görə apsiz oxuna nəzərən simmetrik nöqtələrini tapmalıyıq. Baxarıq ki, A-nın deməli X-ə nəzərən simmetrik nöqtəsi haradır? Baxarıq 1, 1-dirsə 1 mənfi 1 olacaq. Baxın, bura düşür. Böyüdüm, elə bunun üstündə görsədim. Baxın, bura olacaq A1 nöqtəsi. Daha sonra B nöqtəsi hansıdır? B-nin koordinatları 2, 3-dürsə, apsiz oxuna nəzərən 2 mənfi 3 olacaq. Bir də gəlir düşür. Baxın, bura. A1. İndi burada səliqəsiz oldu. A1 və B1. Bu xəttləri də birləşdirsək, baxın, bu çəkdiyimiz fiqur, deməli, AB fiqurunun X oxuna nəzərən simmetriyası olan bir fiqur olacaq. Yəni, əvvəlcə koordinatları simmetriyasını təyin etməliyik ki, fiqurumuz düzgün alınsın. Sonra B variantına baxırıq. Bu da apsiz oxuna nəzərəndir. B-nin istəsəz bunun koordinatlarını ayrıca yaza da bilərsiniz dəftərinizdə. Mən şifahi edim. Deməli, B-yə baxırıq. 4, 3-dürsə, B1 nə olacaq? Yəni, apsiz oxuna nəzərən simmetriya nə olacaq? 4 mənfi 3. Gəlir düşür bura B. B1. C 1, 1-dirsə, 1 mənfi 1 gəlir düşür C bura. C1. Y 3, 1-dirsə, 3 mənfi 1. 3 mənfi 1. Bu da gəlib düşür bura. Bu da olacaq Y nöqtəsinin simmetriyası. Birləşdirdik bunu bura. Bunu bura. Və C1-lə B1-i də bura. Bu da oldu bizim X apsiz oxuna nəzərən simmetrik fiqurumuz. Bu şəkildə. Sonra indi isə keçirik oradan oxuna nəzərən simmetriya. Yenə J nöqtəsinin koordinatlarını ordinata nəzərən simmetrik J1-i tapa bilərik. Yaxud J2-də təyin yaza bilərsiniz, fərq etməz. J deməli, baxırıq mənfi 1, 3-dürsə, J1 1, 3 olacaq. 1, 3. Baxın bura. Bura yazaq. Lap J2 yazaq. Buradan F mənfi 3, 1-dirsə 3, 1 olacaq. Burada oldu F2. Sonra bu J2-nin F2-ni birləşdirdik. Aha, bu fiqurumuz deməli ordinat oxuna nəzərən simmetrik fiqur oldu. FJ-yə simmetrik, F2, J2. Keçdik bu bir tərəfə. M, N, P, K nöqtələrinin koordinatlarını ordinat oxuna nəzərən simmetrik şəkildə yazaq və fiquru çəkək. M-in fiquru deməli mənfi 3, 2-dirsə 3, 2 olacaq. Baxın, M oldu burada. Daha sonra M2. N mənfi 1, 2-dirsə deməli mənfi 1, 2-dirsə 1, 2 olacaq. 1, 2. İndi gəlir bura N2. N2. Sonra K mənfi 1, mənfi 3-dürsə 1, 3 olur. 1 mənfi 3 olacaq. 1 mənfi 3. Bura oldu. K2. P isə mənfi 3, mənfi 3-dürsə 3 mənfi 3 olacaq. P də bura düşdü. P2 və bu nöqtələri birləşdirdik. Alınan bu fiqurda ordinat oxuna nəzərən simmetrik fiqurlar oldu. Elə bil ki, bu şəkilləri üst-üstə qatlasaq eyni şəklə düşür. Hansı ki, əvvəl kağızları bir-bir qatlayırdıq, yəni eyni olurdu. Bax, elə bil ki, X oxuna nəzərən qatlasaq bir kağız, fərz edək ki, bu kağızdır. Bax, bu
bir kağızı bölsək görürük ki, həqiqətən üst-üstə düşürsə deməli simmetriya var. Bu şəkildə. Sonra keçirik 4-cü çalışmaya. Uyğun oxlara nəzərən verilmiş fiqura simmetrik fiqur çəkin. Qeyd olunmuş nöqtələrin və onlara simmetrik nöqtələrin koordinatlarını yazın. Əvvəlcə onsuz da koordinatları yazmasaq bizim fiqurumuz tam alınmaz. Biz buradan deməli nöqtələri yazaq. Məsələn, bura B nöqtəsi olsun. Bura C, D, Y, F. Burada bir K olsun. Deyəsən burada nöqtə yoxdur. Bəli, burada nöqtə yoxdur. Amma o yaza da bilərik. Fərq etməz. Gəlin yazaq elə. Özümüz də yazsaq da. Onsuz da burada bir kəsişmə olmalıdır ki, fiqurumuz alınsın. Baxın, bir dənə A, C, D, Y nöqtə kimi təyin ediblər. Bu niyə belə? Bura F olsun. Bura K olsun. Deməli, A-nın koordinatları -2, 2-dir. A-ya nəzər simmetrik koordinat. İndi mən şifahi deyirəm, siz yazın. A -2, 2-dirsə, deməli, absis oxuna nəzərən A1 -2, -2 olacaq. Yəni düşəcək bura. Bu oldu A1. Daha sonra B1 2 -1, 2-dirsə, deməli B -1, 2-dir. Bax, bu nöqtə B -1, 2-dir və ona simmetrik nöqtə absis oxuna nəzərən -1, -2 olacaq. Burada düşdü B1. Sonra C baxırıq. 0-dan 3-ə kimidir. Bu da olacaq 0-dan -3-ə kimi. C də gəlir düşür bura. C1. Burada B1 idi. Daha sonra D 1, 2-dirsə 1, -2 olacaq. Burada oldu D 1. Y 2, 2-dirsə 2, -2 olacaq. Burada düşdü Y1. Sonra burada bir nöqtəni təyin etməmişik. F, C. 2, 1-dirsə 2, -1 olacaq. Burada F1. Daha sonra J'də olduğu kimi qalsın. Bunları birləşdirsək K-dan deməli burada da bir nöqtə var. Nöqtə kimi təyin etməliyik əslində. Baxın, bu hissədəkində bir K, nə olsun? Burada bir J olsun. J də -2, 1-dirsə -2, -1. Baxın, bura. Birləşdiririk və birləşdirsək alınan fiqurumuz. Daha sonra belə. Sonra buradan başqa bura, buradan bura və bu şəkildə alınan fiquru indi tam çəkə bilmədim. Bu şəkildə deməli simmetrik bir fiqurları birləşdirəndə belə bir fiqur alınır. Koordinatlarını da şifahi edim. Ümid edirəm ki, aydın oldu. Bizdə çalışmada onu qeyd ediblər ki, yəni əvvəlcə fiqurun simmetriyasını, yəni simmetrik fiqur çək, sonra koordinatları təyin et. Biz əvvəlcə koordinatları təyin etdik. Amma istəsəz əvvəlcə yəni fiqura eynisini çəkib ona uyğun da koordinatlarını tapa biləriz. Əslində bizə verilən buradan A, B, C, D, Y və F nöqtələrini veriblər və onların və özlərinin simmetrik, yəni həmin nöqtələrin simmetrik nöqtələrinin koordinatlarının yazılmasını bizdən istəyir. Yenə də hamısını şifahi şəkildə dedim, amma yerində şəkildə baxıb rahatlıqla bunları tapa bilərsiniz. Bu şəkildə. Keçək B variantına. Ordinat oxuna nəzərən simmetriya. Bu dəfə fiquru əvvəlcə çəkib, sonra koordinatlarını təyin edək. Hər ikisini də, yəni üsul eynidir. Ordinat oxuna nəzərən simmetriya deyirsə, baxırıq əvvəlcə bu şəkildə, sonra gəlir belə. Daha sonra baxırıq ki, baxın, bura 2-yə kimi gəlməlidir. Sonra bu şəkildə və aşağı və belə. Deməli, fiqurumuzu alındırdıq. Nöqtələrdə baxın, bu nöqtədir, bu nöqtə, bu nöqtə və bu nöqtə.
Bu nöqtəmiz baxın A, B, C, D nöqtələri kimi yazaq. A-nın koordinatları -1, 2, B-nin -2, 0, C-nin -1, 0, D-nin -1, 2, -2 və onlara simmetrik olan nöqtələrin koordinatlarını təyin etsək, buradan elə şəkildən təyin edə bilər, ya da ki, yazdığımız koordinatları ordinat oxları nəzərindən simmetriyasını tapa bilərik. Buradan A1 baxın, 1, 2, B1, 2, 0, C1, 1, 0, D1 isə 1, -2 olacaqdır. Deməli, səhifə 114-dəki çalışmaların izahına baxdıq. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Hələlik.